ballı tort qocalarının hazırlanması. Bu dəfə klassik reseptimə bir qədər əlavə etmişəm. 3 yumurta, 150 qram şəkər tozu, 150 qram kərə yağı və 3 dolu xörək qaşığı bal əlavə edirəm, qarışdırıram birlikdə. Kərə yağı otaq temperaturunda olmalıdır və bir yerdə qəşəng qarışdırırıq. Daha sonra qazanda su qoyuruq, qaynayır və su hamamında bu cür kütləmizi yağ və pesok, yəni şəkər tozu tam əriyənə qədər qarışdırır. Əmin olduqdan sonra üzərinə soda da əlavə etmək olar. Mən qabartma tozu əlavə elədim. Bir çay qaşığı, desert qaşığı qədəri və yenə də qarışdırmağa davam edirəm. Görəcəksiniz ki, kütlə artıq köpük halına gəlir qabartma tozunun təsirindən. Davam edirik yenə də qarışdırmağa. Gördüyünüz bu qaydada kütləmiz alınır və bir balaca qaynardan düşəndən sonra unu əlavə edə bilərik. Burada hardasa xrustal stəkanla 4,5, yəni 4 stəkan yarım un getdi. Aram-aram əlavə edirik, baxırıq. Hədsiz bərk eləmirik, çünki biz xəmiri bu cür streçə büküb qoyuruq soyuducuya, arsa bir neçə saat orada dincəldirik. Daha sonra çıxardırıq, 8 ədəd kündə hazırlayırıq, kündələrə bölürük daha doğrusu. Bir qədər dincəltməkdə fayda var kündələri də yenə, çünki dincəldikdən sonra rahat bir şəkildə açmaq olur. İstər 2 yağlı kağız arasında açın, istər bir dənə yağlı kağız üzərinə qoyun bu cür uxlovla elə birbaşa açın. Fərq etməz, kündə dincəldikdən sonra hər biri rahatlı bir şəkildə açılır. Və gördüyünüz kimi qapaqla is salıram. 180 dərəcə sobada bişirirəm və bişdikdən sonra kənarlarını çıxardıram. Kənarlarını üzəri üçün istifadə edəcəm. Qocalarım hazırdır. 180 dərəcədə, yenə qeyd edirəm, alt-üst rejimdə bişirdim və diametri, qocaların diametri 24 sm-dir. Qapaq ölçüsündən bilirəm. Çünki həmin eyni standart, bütün hamısını eyni qapaqla ölçdüm və tortumu yığıram. Tortu yığılma, yəni adi krem, kərə yağı və bişmiş qatlaşdırılmış süddür, üzəri də uvuntulardır. Əsas qocalarını paylaşmaq istədim sizlə, çünki bu reseptim YouTube kanalımda geniş video şəklində var, amma bir qədər az ölçüdə resepti, kiçik ölçüdə idi. Sizinlə bölüşmək istədim. Buyurun, siz də hazırlayın. Videomu bəyənərək yaddaşı atsanız, yəni qayd etsəniz çox sevinərəm. Hələlik görüşərik.